Rusiyada miqrantların ölkədən çıxarılmasına əsas verən inzibati hüquq pozmaların siyahısı genişləndirilib. Dövlət Duması ikinci oxunuşda qəbul etdiyi düzəlişlərə əsasən deportasiya və ya inzibati qaydada ölkədən çıxarılma ilə nəticələnə biləcək inzibati hüquq pozmaların sayı 22-dən 45-ə çatdırılıb. Yeni siyahıya insan hüquq və azadlıqlarının pozulması və ayrı seçkili xarakterli hərəkətlər, dövlət sərhədində qanuni tələblərə tabe olmamaq, polis əməkdaşlarının, hərbi qulluqçularının qanuni tələblərinə əməl etməmək kimi hallar daxil edib. Bundan başqa Rusiya ərazisi bütövlüyünün pozulmasına açıq çağırışlar, Rusiya və onun vətəndaşlarına qarşı sanksiyalara çağırış, silahlı qüvvələrinin nüfuzdan salınması, terrorçuluq və ekstremizmə açıq çağırışların yayılması, nasist simvollarının təbliği və ya nümayişi, polisə tabe olmamaq, xırda xuliqanlıq, həmçinin mitinqlər, nümayişlər və digər kütləvi tədbirlərlə bağlı qanunvericiliyin pozulması da bu əsaslar sırasına əlavə olunub.